Hal-hazırda növbəli şəkildə avtomobillərimiz keçid edib Nurjolu ərazisinə və o prosesləri həyata keçirilir. Nəzərinizə çatdıraq ki, burada bir avtovozumuz tam şəkildə doldurulub. Səhər burada 2, orada da bir avtovozumuz var idi. Artıq onlar yola düşüb Azərbaycana doğru. Burada da bir avtomobillərimiz boşalıb. İndi avtovoz gələcək. Bunlar da yüklüyüb Azərbaycana yola salacağıq inşallah Allahın izni ilə. Gözləyirik növbətə olan bir sıra avtomobillərimiz gəlir. Onları da yükləyəcəyik. Nəzərinizə çatdırım ki, dekabrın 31-nə qədər Azərbaycan hüdudlarına gələn hər bir avtomobili yeni ildən sonra, yəni söhbət plug-in və hibrid avtomobillərdən gedir. Yeni ildən sonra köhnə qanunla avtomobilləri gömrük rəsmiləşdirməsi edə bilərsiniz. Biz sizin dekabr ayının sonuna qədər inşallah ki, bütün avtomobillərinizi çatdıracağıq, hər hansısa bir problem olmasa. Nəzərinizə çatdıraq ki, biz hal-hazırda Qazaxıstanın Nurjol ərazisindəyik və həqiqətən də terminallarda böyük sıxlıqlar mövcuddur. Biz sizin üçün əlimizdən gələni edir, mütəmadi olaraq öz müştərilərimizə isə tam ətraflı şəkildə hər gün günlük məlumatlar veririk. Bildirmək istəyirəm ki, biz buradayıq. Yükləmələri birbaşa şəkildə mən tərəfindən hər gün mütəmadi olaraq həyata keçirilir. Tam sığortalı şəkildə sığortaları yazılır avtomobillərin. Buradan da birbaşa şəkildə Azərbaycana yola düşür. Buradan yola düşər avtomobillər maksimal 10 gün ərzində meyvəli terminalda müştərilərə təhvil veriləcək. Sırada olan, növbədə olan və sair və ilaxır məsələlərlə bağlı bildirmək istəyirəm ki, inşallah ki, dekabr ayının sonuna qədər bütün müştərilərin avtomobilləri inşallah ki, təhvil veriləcək. Nəzərinizə çatdıraq ki, əgər siz indən sonra avtomobil sifariş vermək istəyirsinizsə, gömrük rüsumlarından bağlı məlumat almaq istəyirsinizsə və gömrük rüsumlarını bilmirsinizsə, siz mütləq şəkildə Qarabağ Avto İmportla əlaqə saxlayıb gömrük rüsumlarını öyrənə bilərsiniz. Əslində çox fərq eləməyib. Məsələn, BYD Gimplas sizə 20.500 manata falan gəlib çıxırdı. 20.000 manata falan. İndi gömrük daxil 24.000 manata gəlib çıxacaq ortalama. 4.000 manatlıq bir fərq var belə avtomobillərdə. Məsələn, ciplərdə falan 5-6.000 manat arası. Təbii ki, Lisyang və digər modellərdə isə daha çoxdur. Amma belə 3.000-4.000 manat yəqin ki, əngəl deyil bu cür avtomobillər almağa. Çünki ən azından 25 model avtomobil idarə edirsiniz. Və bu sizə narahatçılıq verməməlidir. Yəni, yenə də 24.000 manata ideal hansı avtomobil ala bilərsiniz bu cür. Amma yox, daha ideal avtomobil istəyirsinizsə, Qarabağ Avto İmport nəzərinizə çatdıraq ki, keyfiyyət bazası olaraq ən ideal avtomobilləri həm Amerikadan, həm Çindən və həm Koreyadan sizlər üçün seçir və sizlərə təklif eləyir. Nəzərinizə çatdıraq ki, səhər tezdən axşama qədər yükləmələrimizi həyata keçiririk. Bu ambarda təbii ki, bunlar hamısı bizim deyil. Amma təbii ki, biz burada yükləmələri həyata keçiririk. Müxtəlif avtomobillərimizi müştərilər üçün yola salmışıq. Tam ideal, tam qaydasında. Narahat olmayın, arxayınçılıq olsun. İnşallah hər şey qaydasındadır. Və yenidən avtomobil sifariş vermək istəyənlər, avtomobil sifarişinə tərəddüd edənlərə səslənirəm. Rahat şəkildə avtomobilinizi sifariş verin. Artıq gömrüyü də bilirsiniz, qalxacaq, qalxmayacaq. Elektrikli avtomobil sifariş verənlər tam rahat olsunlar. ƏDV-dən azaddır avtomobillərinizin gömrüyü. Yəni siz 250-300 manatlıq bir gömrük rüsumu xərcləriniz mövcuddur. Bundan əlavə bildirmək istəyirəm ki, inşallah yaxın zamanlarda çox gözəl Qazaxıstanda versiyalarımız olacaq. Bizi daim izləmədə qalın. Biz sizin Azərbaycan üzrə ən etibarlı tərəfdaşınızıq. Əlaqə nömrələrimiz 050 577 07 57 050 404 07 57. Mən və komandam 7/24 sizin xidmətinizdəyik.